Çox gözəl insanlara və çox belə yaradıcı, istedadlı adamlarla ünsiyyət, ailə qurub. Amma onlar istedadlı idi, amma hələ onda adlı sanlı deyildilər də. Sonradan adlı sanlı olublar. Amma çox yəni maraqlı insanlarıdır. Şəmsi ilə, Bədavbərli ilə və Mehdi Məmmədovla elə bil ki, inanırsınız ki, mən uşaqlıqda həmişə deyirdim ki, mənim 3 dənə babam var. Birinci babanı görmüşəm bir dəfə. Amma mən həmişə deyirdim ki, mənim 3 dənə babam var. Mirbireyim babam, Şəmsi babam, Mehdi babam. Amma onların mənə heç bir dəxli yoxdur. Amma mən belə dedim. Çünki biz hamımız bir yerdə idik. Yəni, mən Mehdini də tez-tez görürdüm. Mehdi Elçini götürüb Zuğulbadakı o sanatoriya aparırdı yayda. Mən gəlirdim ora, qalırdım onlarla. Şəmsi ki, heç, Şəmsi Bədavbəyli və Fərhad. Yəni, mən Fərhadı özümə dayı hesab eləyirdim. Amma bizdə qan yaxınlığı yoxdur. O mənim xalamın qardaşıdır atadan. Amma biz həmişə hiss eləyirdik ki, mənim dayımdır, o da elə. Maya pləmənniца. Şəmsi də, Mehdi Məmmədov da şəxsiyyət idilər. Başa düşürsünüz, 2 şəxsiyyət bir evdə mənə elə gəlir. Mən dəqiq bilmirəm. Mən hiss eləyirəm bunu. 2 şəxsiyyət, 2 xasiyyət. Qeyri-adi bir şeydir də. Ər rejissor, sənətkar, həyat yoldaşı, sadə dillə desək, arvadı xalq artisti, sənətkar, məşqlər, tamaşalar, hansısa bir mübahisələr ola bilər arada. Nənə əslində çox sadə insan olaraq, əslində, amma heç vaxt belə sakit quzu kimi olmayıb. Həyatda prinsipal, öz pozisiyası olan insanıdır. Şəmsiyə mama bugünə qədər papa deyir. Həmişə deyir, papa belə demişdi, Şəmsini atası kimi qəbul edirdi. Mehdiyə yox. Mehdi necə Mehdi adlandırırdı. Mama çox Mehdidən danışırdı. Bir yerdə artıq mama böyük idi. Elçin doğulanda mamanın artıq 14 yaşı var idi. Elçinə çox bağlı idi anam. Uşaqlıqdan onu saxlayıb, yəni böyüdüb.